Deməli, toxundum ki, tanınmaq asandır, sevilmək də asandır. Amma qəbul olmaq çətindir. Sən 15 il bundan öncə başlayanda xalq tərəfdən qəbul olundu. Show biznes belə baxırdı. Biri də gəldi. O nədir? Sibelcan'a oxşayan bir qız gəlir. Biraz qəbullanmırlar. Daha sonra show biznes qəbullandı. Qaldı ki, ustadlar. O ustadlara da özünü qəbul etdirənə kimi aləm dəyər bir-birinə. Nələr çəkirsən nələr. Bir müəllim oradan bir söz deyir. O biri ustad o biri söz deyir və taktiki olaraq içəri daxil olanda elə alim müəllimə yaxınlaşmanın, baba müəllimə yaxınlaşmanın və həmçinin zabit müəllim də orada əyləşib hər birini salamlayıram. Özü bir taktikadır. Maşallah olsun sənin səmimiyyətin. Çox sağ ol. Bir. İkincisi, böyük kiçiyi yeri bilmək. Daim qalmaqalın içində olsan da qalmaqaldan uzaq gəzirsən. Bilmirəm bu... Əslində uzaqam. Onu deyirəm, bilmirəm. Yəni bunu necə bacarırsan ki, içində ola-ola ondan biraz uzaqlaşmağı. Amma əhsən sənə. Doğrudan da bu 15 il ərzində sən istədiyi və yəqin ki, nail olmuşsan. Və mənim burada doğrudan da baxdım. Tacir Şahmaloğlu buradadır birazdan. Onlarla da görüşdüm amma və mənim dəyərli Qəzənfər müəllimim buradadır. Onlar hər biri mənim üçün dəyərlidir. Hamısından bir görüşəcəyik. Bu hələ açılışdır. Bəli. Və bu açılışda show biznesin bir çox nümayəndələri buradadır. Yəqin ki, qohumların da buradadır, dostların da buradadır. Bir daha hər birini salamlayıram. Bugün ayrı seçkilik salmırıq. Bugün səmimi bir gecə olmalıdır. Aləm dəyməlidir bir-birinə, sözün yaxşı mənasında. Hamı bir-birinə can desin, can eşitsin. Heç olmasa dekabr ayının 19-u. Bəli. Olar mı? 2026-ya mehriban keçək, mehribançılıqla keçək. Hamımız bir-birimizə can deyək. Vallahi dünyada mehribançılıqdan başqa heç nə qalmır insana. Bəli. Bunu... Sonuçta burada yer aşağı yuxarı olur. O tərəfdə aşağı yuxarısı yoxdur. Hamı eyni paltarda, eyni cavabı verəcək. Allah bizə gecindən versin, gecindən versin, xoşbəxt həyat versin, gülər üz versin, gözəl ürək versin və ən pis günümüz belə olsun. Amin. Teşekkür ederim. Amin. Bir daha Şebnem Hanım'a alkışlıyoruz ve Beyaz Hanım bunu bir sır olarak açıkladı ki sen deme Şebnem Hanım'ın Beyaz müəllimlərinin adını qeyd elədi. Qəzənfər müəllim, Tacir müəllim də buradadır, hər birini salamlayıram. Sonuncu müəllimlərdən biri Alim Qasımovdur. Və əgər Alim bəyin adını çəkiriksə mən istəyərdim onu bura dəvət edeyim. Düzdür danışdı amma bir səsini eşitmək istəyərdim. Güzel alkışlar gelsin. Ustad, akşamınız hayırlı olsun. Hoş gördük sizi bir daha. Benim danışmaqla biraz Oxumaq, 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 yenə də oxumaq. onu beləsi oxumağa deyiblər, yoxsa belə avazı oxumağa deyiblər, belə oxumaq. Valla kim necə başa düşür elə də, kimə necə sərf eləyir, kimə necə rahatdır. Dən verin görək. Musiqiçilərimizdən xahiş eləyək. Sevdiği Leyla'sına Mecnun Min Leyli'ye gelse bu Leyla kimi olmaz Vahiy demek çok ətirli günlər yetişibdir
Her ətir gəlir Əmbər şəbnəm kimi olmaz Her ətir gəlir Əmbər sara kimi olmaz O dərs zamanı, o dəftərdən oxuyan zamanı dedim mən, burada doğrudan Şəbnəm var, yoxsa özünüz deyirsiniz? Dedim, qəzəldə Şəbnəm var. Anası var eləsin, mən sizin yanınızda həqiqətən əllərim əsir oxuya bilmirəm. Mənim üçün də xoş ki, siz buradasınız. Sevgilim değiller, benden küsüp sen
bu gözəl məclisdə əyləşsinlər. Çünki onlara həqiqətən ehtiyac var. Var ol alim mən. Allah sizə o qədər ömür versin ki. Fərqan xanım təşəkkür edirəm. Çox sağ olun. Var olun. Bu oxumaq deyil. Bu başqa bir şey. Buna təzə ad vermək O lazımdır. təzə istirdi, hə alim mənim orada yeni istirdi də bu. Musiqimizin alimi. Mən bunu deyərdim sizə. Bir gözəl alqışlar gəlsin, gözəl sənətkarımız. Teşekkür ederim.